İbn Cəvzi rahimehullah buyurur ki, aldanışdan biri də budur ki, sən pislik edirsən, lakin müqabilində yaxşılıq görürsən və zənn edirsən ki, sənə güzəşt edilib. Amma unutursan ki, uca Allah deyir, mən yəməl su'ən yüczə bihim. Kim bir pislik etsə cəzasını çəkəcəkdir. Ya bu dünyada olacaq, ya da axirətdə onu görəcəkdir. Həmçinin deyir ki, bilməlisən ki, ən böyük bəlalardan biri günahdan sonra dünyada salamat qalmağa görə aldanışa düşməkdir. Çünki cəza gecikə bilər. Və Müsəid İbn Cübeyr buyurur ki, ola bilsin ki, bir yaxşılıq sahibini cəhənnəmə daxil etsin, ola bilsin ki, bir pislik sahibini cənnətə daxil etsin. Niyə belə olur? Elm əhli buyurur ki, həqiqətən yaxşılıq edən kəs o əməli edir və həmin əməl daima onun gözünün qarşısında olur və bununla fəxr eləyir, qürurlanır, özünü yuxarıdan aparır, özünü Allahın yaratdıqlarından üstün sayır və o fani dünyada sevincli olur və nəticədə o əməl onu cəhənnəmə daxil edir. Pislik eləyənə gəldikdə isə onun pisliyi daim gözü qarşısında oldu, o pisliyinin aqibətindən qorxdu və bədbəxtliyindən çəkindi. Beləliklə o üstünə uçmasından qorxan divarın altına dayanmış bir kimsə kimidir. Bu qorxu onu daima Allaha yönəlməyə məcbur edir, nəticədə Allah onu bağışlayır və cənnətə daxil edir. Mutarrif İbn Abdillah buyurur ki, yatmağa gedib səhər peşman olaraq oyanmağım, oyaq qalıb namaz qılmağımdan və səhər qürurlanaraq oyanmağımdan daha sevimlidir. Bişr bin Mənsur namazı uzatdığı zaman salam verdikdən sonra bunu hiss edən adama deyir ki, məndən gördüyünə heyran olma. Çünki iblis uzun müddət mələklərlə birlikdə Allaha ibadət etdi, sonra isə gəldiyi vəziyyətə gəldi.